Bu düşüncələrin hamısı o Yunan və o Misir o miflərindən doğur. Bu sirri, bu gizəmi hər birimiz öz ağlımızda, öz vicdanımızda, özümüzün o düşüncəmizdə saxlamalıyıq. Bunu anlamalı, o Tanrının o biz mesajını dərk etməli. Salam əziz izləyicilər. Bu videoda sizlərlə Tanrı haqqında, o Tanrının indi özünə və insanlığa etdiyi o vacib yəni ki, o müraciət haqqında söhbət etmək istəyirəm. Video keçmədən əvvəl sizdən xahişim odur ki, o videolarımı izləyirsinizsə, bəyənirsinizsə və kanalıma hələ abunə olmamışsınızsa, kanalıma abunə olmağınızı, videolarımı bəyənməyinizi əgər bəyənirsinizsə və rəylərdə öz fikirlərinizi, öz münasibətlərinizi bildirməyi sizdən xahiş edirəm. Gələk indi videoya. Bu videoda sizlərə o çox önəmli bir nüans çatdırmaq istəyirəm ki, o Tanrının yəni ki, öz kitabında, İslamın kitabında olan bu Qurani-Kərimdə müraciətini sizinlə bölüşmək istəyirəm və bunun üzərindən sizdən bir məntiqi, elmi bir yəni ki, indi özümün fikirlərini bölüşmək istəyirəm. Demək ki, bu Qurani-Kərimin harasını biz əgər oxuyuruqsa, mən o Qurani-Kərimi başdan ayağa oxumaqdayam və neçə dəfələrdən oxumuşam. Mən bu Qurani-Kərimdə bir şeyə xüsus diqqət çəkmişəm ki, mən xüsus diqqətimi çəkib ki, Tanrımız indi bu boyda o sonsuz bir kainatın, o sonsuz bir qüdrətin sahibi öz kitabında bizə müraciət etdiyi o bir kitabında bir müraciət etdikdə o demək o şəxsisinə, özünə mən demir. Ancaq o Tanrı hər zaman yəni ki, biz deyə müraciət edir. Bunu bir çox yəni insanlar yəni ki, o Tanrının zatının mən bilməməsi, o Tanrının onu özünə o şəxsi bir müraciət olaraq seçməsi kimi izah edirlər. Amma mən bu izahları özüm o şəxsi fikirlərimə əsasən qəbul eləmirəm. Çünki Tanrı bir varlıq deyil. O Tanrı bir cismə, bir xarakter malik deyil ki, onun o şəxsi bir münasibəti olsun. O şəxsi müraciəti olsaydı, o şəxsi münasibəti olsaydı, o Tanrı olmazdı. Çünki o Tanrı bilmək üçün o Tanrı varlıqlarda kənar olmalıdır ki, necə ki o Qurani-Kərimdə Tanrı özü haqqında bildirib ki, mən yaratdıqlarımdan tamamilə uzağam, tamamilə kənaram. Yəni o Tanrı kainatı yaratdan, o kainatdan bir kənardır. Tanrı o bütün varlıqları demək var etdi, insanları, heyvanları, o təbiətləri, planetləri, o cürbəcür o günəş sistemlərinin ətrafındakı o planetlər, bəzi o planetlərdə olan yaşam, demək həmin o planetlərdə olan o canlılar, şüurlu o varlıqlar, insan bənzəri o şüurlu o varlıqlar, bunların hamısı o Tanrı yaradıb. Ancaq bu yaratdıqlarından hər birinin o Tanrı kənardır və münezzəhdir. Bu deməkdir ki, o Tanrı bir varlıqdan kənardır. Əgər o Tanrı varlıq olsaydı, bu bizim o məntiqimizə yatmazdır ki, əgər varlıqdırsa, o necə əbəd ola bilər? O necə zamandan və məkandan kənar ola bilər? Tanrı bəzilərimizin fikrinə əsasən də yəni ki, o səmada və ya onun ərşində oturub bizi izləmir. O Tanrı cismani bütün xüsusiyyətlərdən kənardır ki, onun bir məkanı, ona xas olan bir zamanı, bir ortamı olsun. Bu düşüncələrin hamısı Yunan və Misir miflərindən doğub ki, o Tanrının bir məkanı var və insanları yaradıb və insanları izləyir. Bunlar hamısı keçmişin yanlış dini inanclarıdır ki, indi də İslam'a nüfuz edərək insanların zehinlərinə hakim olub. Ancaq gerçəkdə o Quranın bizə bildirdiyindən o yolu çıxaraq demək olar ki, o Tanrı bütün yaratdıqlarından, o bütün varlıqlardan kənar bir varlıqdır. O varlıq deyil ümumiyyətlə. O Tanrı Tanrıdır. O Tanrını özəl edən onun o Tanrı olmasıdır ki, bu da onu demək xüsusi, özünə məxsus edir. Tanrı haqqında ümumi bir bilgi
o sizlər o verdikdən sonra sizlərə o bildirmək istəyirəm ki, o Tanrı o Qurani-Kərimdə o niyə o bir müraciət etdikdə o Qurani-Kərimin o bu hər yerində o sabitdir. Demək müraciət etdikdə özünə o mən o deyərək o deyil, yəni ki özünə o biz deyərək müraciət edir. Bunun anlamı o bütün varlıqların, o bütün yaradılışın o vahid olmasıdır. O bizlər insanlar Tanrı o ruhundan, şuurundan formalaşmış, o cismiləşmiş o bir varlıqlar. Ancaq o bizim o cismiləşməyimizin bundan əvvəl onu bildirim ki, o Tanrı o bu münasibətdə özün o Quran Kərimində o bildirib ki, demək mən Adəmi o yaratdım və onu öz nurumdan, ruhumdan üflədim. Bu da onu bildirir ki, biz Tanrıdan yaradılan bir kənar varlıqlar o deyilik. Onun ruhundan, onun o nurundan, o biraz elmi olaraq ona yanaşsın. Onun enerjisinin o var olmuş o cismani o bir varlıqlar. Ancaq o bizlərin o cismani olmağımız o bizim psixoloji olaraq egoya sahib olmağımızdır. İndi bir dəqiqə o fikir versin, insanların hər biri özlərini o şəxsi, o bir fərd o kimi bir ayrı olaraq o sanırlar. Özlərinin o şəxsi o seçimləri, o şəxsi əşyaları, o şəxsi ətrafları o insanların indi var və hər bir insan özünün o şəxsi olan o demək əşyaları ilə, o şəxsi olan ətrafı ilə bir növ o qürur o duyur və özünü indi ayrıcı o bir fərd kimi o düşünür. Ancaq o Tanrının o Quranda, o Quran-Kərimində o bir müraciət etdikdə, o biz o deməli onu o vurğulayır ki, o bizi onu o çatdırmaq istəyir ki, o Tanrımız ki, sizlər ayrı o deyilsiniz. O sizlər o məndən formalaşmısınız və o mənim enerjimdən formalaşmısınız. O sizlər o vahidsiniz. Allah o bizlər o bildirmək istəyir ki, o sizlər o bütün insanlıq indiyə qədər yaşanmış, indi yaşayan və gələcəkdə o yaşayacaq o bütün insanlıq vahid o bir insan şuurunu o paylaşır. O bizim o şuuraltımız vahiddir. O bizim şuuraltımız yəni ki o birdir. O bizim şuurumuz isə o şuuraltına o formalaşmış o düşüncələrdir. O belə bir ifadə var ki, əgər o düşünürsənsə, o demək ki varsan. Şuurumuz o demək o şuuraltıdan, o Tanrı enerjisindən o formalaşmış o demək ki o şəxsi bir o düşüncələrdir. Ancaq o bizlər egoya sahib olaraq o demək həm ego o sayəsində o bu dünyanı o xəyalımızda o canlandırmış o və özümüzü o dünya içərisində o sanmışıq və o duyğuya o qədər o bağlanmışıq ki, özümüzü ondan ayrı fikirləşə o bilmirik və bu halda o Matrix o deyilir elm o dünyasında. Demək o nə demək istəyirəm? Əgər o yaradılışın o tanrısı, o yaradılışın o sahibi, o bizlərə o biz mesajını o verirsə, o bizlərin o vahid olmasını istəyirsə, o bizlər egomuzu o niyə bu qədər o bağlanmış, özümüzü o fərd olaraq hiss edirik. Özümüzün o şəxs o maraqları uğrunda o davalar, mübahisələr, biraz irəli o keçsə müharibələr yaradırıq. O bizlər ayrı o deyilik. O birinə o dəymiş o bir yaxşılıq bütün insanlığa olmuş o bir yaxşılıqdır. O birinə o dəymiş o bir zərər isə o bütün insanlığa olmuş o bir zərərdir. Bu enerji frekansları ilə öz o təsdiqləyir ki, o nəyi eləyirsənsə onu sən o geri alırsan. Əgər o birinə yaxşılıq eləyirsənsə onun artıqlamasının əvəzini alırsan. O birini o cüzi bir o pislik edirsənsə onun da artıqlamasının əvəzini alırsan. Çünki o bizlər özümüzdə o nə enerji o veririksə onu o geri mütləq əldə edirik. Bu sirri, bu gizəmi hər birimiz öz ağlımızda, öz vicdanımızda, özümüzün o düşüncəmizdə saxlamalıyıq. Çünki o bizlər o bir-birimizdən o demək o fərd kimi bir-birimizdən ayrı kimi o görünsəydi, amma həqiqətdə o gerçəkdə yaradılışda o bir vahid bir varlıqlarıq. Bunu artıq o dərk eləməliyik. Və yaradılışın o tanrısı əgər özünə o bütün müraciətlərində əgər o mən o deyildi, o biz o deyirsə, o bizə o vahidliyin o bir mesajını o verirsə, bizlər bunu o qəbul edərək, o dərk edərək artıq ayrılıqları, mübahisələri və müharibələri o bir kənara ataraq vahidləşməli, egomuzdan ayrılmalı və bir vahidliyin
zövqünü, o vahidliyin, o pozitiv enerjisini, o vahidliyin o bərəkətini o bizlər əldə etməliyik. İnsanlar demək xilasedici o gözləyirlər. İnsanlar o gözləyirlər ki, o biri gələcək və onları o bu zülmlərdən xilas eləyəcək. O buna o Məsih də o deyilir. O İslamda o Mehdi də o deyilir, Yahudilikdə Meşiyah da o deyilir. O bizlər hər birimiz o gözləyir ki, ancaq o dursaq, o bir kənardan fikirləşsək, o dərin o düşünsək, o Tanrının o biz mesajını o qəbul edərək anlayışımızı onu yeritsək, o görərik ki, əslində o bir xilasedici, o bir şəxs o yoxdur. O xilasedici o bizim zehniyyətimizin formalaşmasıdır. O xilasedici o bizim şuurumuzun o vahidləşməsidir. O gözlədiyimiz o xilasedicilərin hər biri o bizim o düşüncəmizin bütövləşməsidir. O bunu anlamalı, o Tanrının o biz mesajını o dərk etməli və egomuzu o bir kənara ataraq artıq o vahidliyi, artıq o bütünlüyü, artıq o yaradılışın o zövqünü o bizlər hiss etməliyik. Artıq bunu bizdə yaşamalıyıq. Əziz izləyicilər, bu videoda o sizlərə Quran o Kərimdə o bildirilən o bütün yaradılışın demək həssas, o vacib, elmi və məntiqi o bir o mövzusunu sizlərə izah etdim. Öz fikirlərimi sizlərlə bölüşdüm. Ümidvaram ki, o video o sizlərə o nələrsə əlavə etdi. O zehninizin aydınlanmasında o bir yardımçı oldu. Əgər videonu sizlər o bəyəndinizsə, o bəyənməyi, kanala abunə deyilsinizsə, abunə olmağı və vacibat olaraq o rəylərdə öz fikirlərinizi o bu video haqqında yazmağı, o bölüşməyi o sizdən xahiş edirəm və hər biriniz o rəyin o cavab o veriləcək.